Zaur bəy, rejissor yoxsa senarist? Rejissor. Dram yoxsa komediya? Dram. Tarixi şəxsiyyətlərdən kimisə canlandırmaq istəyirsiniz? Charlie Chaplin. Bəs ən çox sevdiyiniz film? Olmasın bu olsun. Ən çox sevdiyiniz rejissor? Scorsese. Bəs ən çox sevdiyiniz musiqi janrı? Milli musiqi. Çox sevirəm. Tez bazı. Filmlərinizdə ən çox istifadə etdiyiniz janr, musiqi janrı? Milli öz musiqimiz hamısından gözəldir. Bütün günü enerjili qalmaq üçün çəkiliş meydançasında nə edirsiniz? Enerjili qalmaq üçün bilmirəm. Üsullar çoxdur əslində. Çay içirəm. Ən uzun çəkiliş gününüz neçə saat olur? Valla eləsi olub ki, heç bir gün ötüb. Bəs təbiət hadisəsi olsanız, hansı olarsınız? Sakitçilik. Sevdiyiniz yemək? Yarpaq dolması. Bir də aş. Bəs özünüzün bişirə bildiyiniz yemək? Buğlama. Bəs mətbəxdə kişi olmalıdır, yoxsa qadın? Kişi mətbəxə gətirməlidir, qadın da pişirməlidir. İstirahət üçün dəniz yoxsa meşə? Dəniz. Çox sevirəm dəniz. Uşaqlığım dənizdə keçib. Xarakteriniz 3 kəlmə ilə. Sakit, təmkinli, iradəli. İradəli. Yəqin ki, ən güclü tərəfinizdə. Ola bilər. Bəs bürcünüz nədir? Kozirog. Oğlaq bürcü. Ən son izlədiyiniz serial? Ay, ən son izlədiyim serial Yeniyetmə. Yox, Studiya. Aha. O lap yenidir. Yəni o hələ bitməyib. Gələcəkdə çəkmək istədiyiniz film hansı janrda ola bilər? Tarix. Uğurlar, təşəkkürlər.